Salam, kanalıma xoş gəldiniz. Duzlu peçenya resepti paylaşıram. Qabın içərisinə 250 qram otaq temperaturunda olan kərə yağı, stəkanın yarısından bitki yağı, bir yumurtanı bütöv, bir yumurtanın ağı, sarısını üzəri üçün saxlamışam. 1 çay qaşığı şəkər tozu, 2 çay qaşığı duz, 1 paket qabartma tozu, 3 xörək qaşığı sirkə əlavə edib əlimlə qarışdırıram. Bütün ərzaqlar bir-birinə qarışdıqdan sonra unu əlavə edirəm. Ümumilikdə 5 stəkan un istifadə elədim. Öncə 4 stəkan unu əlavə edib xəmiri hazırlayıram. Un azlıq elədiyinə görə 1 stəkan un da sonradan əlavə elədim. 1 stəkan unu da hissə-hissə əlavə elədim. Stəkanın yarısını öncə, un yenə azlıq elədiyinə görə yarısını da sonra əlavə elədim. Xəmir hazırdır. Xəmir yumşaq, ələ yapışmayandır. İndi peçenyalara forma verəcəm. Peçenyalara istənilən ölçüdə, istənilən formanı vermək olar. Mən 3 formada hazırladım. İstifadə elədiyim ərzaqlardan irili xırdalı 70 ədəd peçenya alındı. Forma verdikdən sonra üzəri üçün bir yumurtanın sarısına 1 xörək qaşığı süd əlavə edib qarışdırıram. Yumurta ilə südü peçenyaların üzərinə çəkdikdən sonra küncütlə çörək otunu qarışdırıb səpirəm. Bu istəyə görədir. Bunu kətan toxumu ilə və yaxud balqabaq tumu ilə də əvəz etmək olar. Öncədən isitdiyim sobada 170 dərəcədə 15 dəqiqəyə hazır oldu peçenyalar. Sobalarda istiliklər fərqli olur. Hərə öz sobasına uyğun dərəcəni seçsə, daha yaxşı nəticə alınır. Belə dadlı peçenyalardan hazırlasanız peşman olmarsınız. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.